Aleykum salam və bərəkatuhu. Quran əzbərləmək, yəni dini elmlərin içərisində ən uca elmlərdən biri sayılır. Çünki qiyamət günü hər bir hafiz olana deyiləcək ki, bir aya oxu, cənnətdə dərəcən qalxsın. Ona görə təbii ki, Quran əzbərləmək və ya da övladını əzbərlətdirmək ən böyük nemətdir, ən böyük dini bir əməldir. Təbii ki, əzbərləmək əslində asandır, onu davamlı təkrarlamaq çətindir. Ona görə gərək insan planını elə cızsın ki, öz hədəfini elə qoysun ki, elə bir gündəlik əzbərlədiyi ilə əvvəlki əzbərlədiyi də təkrar eləsin. Və beləliklə də həm gələcəkdən əzbərləsin, həm də keçmişi unutmasın inşallah. Bax, bu cür üslublardan istifadə edin. Və həmçinin də Azərbaycanda öyrənməyə ehtiyac yoxdur. Sadəcə hər əzbərlədiyi ayənin elə tərcüməsi, mənasını oxusa, inşallah kifayət edir. Yəni Azərbaycan dilini əzbərləmək ona vaxt ayırmasın. Ona ayırdığı vaxtı, əzbərlədiyi vaxtı elə ərəb dilində əzbərləmək üçün versə daha gözəldir və daha kamil, şamildir. Allahın izni ilə. Ümumiyyətlə, əgər bu cür məsələlərdə bilərəkdən haqqın əksinə gedən bir tələbə varsa, yəni ona öyrədilən elmdə onun üçün bir fayda olmayacaq. Çünki əgər insan tələbəlik dönəmində haqqı qəbul eləmirsə, batil hərəkətlər edirsə, yəni o insana elm öyrədilməsə daha yaxşıdır. Çünki onun gələcəkdə elm öyrənməsi, sonra isə bizim öz başımıza bəladır. Ona görə qoy müəllimə danışsın həmən tələbə. Əgər tövbə eləyib qayıtmazsa, eləsinə elm öyrətmək ümumiyyətlə düzgün də deyil. Aleykum salam və rəhmətullah. Bəli, sidir tozu ilə ruqya eləmək olar. Yəni suya sidir tozu qatışdırırsınız, sonra ruqya oxuyursunuz. O ilə sonra içə də bilər, ya o ilə içmə də bilər. Yəni yuyuna da bilər, qusl ala da bilər. Aleykum salam və bərəkatuhu. Xaricdə təhsil alan tələbə səfər namazı qılır. Yəni vətəninə qayıdana kimi səfər namazı qılır. Aleykum salam və rəhmətullah. İstixarə namazı necə qılınır? İstixarə namazı Müsəlman qalasını götürürsünüz Azərbaycan dilində, orada istixarə duası var. Deməli, o duanı açırsınız, qoyursunuz, yəni yanınıza qoyursunuz. Sonra 2 rükət, nədən ötürü istixarə namazı qılacaqsınızsa, ondan ötürü 2 rükət qılırsınız. Hansısa bir işinizdən, zatdan ötürü. 2 rükət istixarə namazı, niyyət istixarə namazı olur. 2 rükət qılandan sonra, salam verəndən sonra, həmən o ya müsəlman qalasında olan istixarə duasını edirsən və orada ehtiyaclı işin ki var, o həmən o yerdə də öz işinin ehtiyacının adını çəkirsən orada. Çünki orada dualarda bu gəlir ki, Allahımı sən öz elminlə, qüdrətinlə bilirsən ki, əgər bu iş sözün yerində artıq öz problemin adını çəkirsən, nədən ötürü istixarə eləmirsən. Əgər bu iş mənim dünya və axirətim üçün xeyirsə, onu mənim üçün elə. Əgər bu iş mənim dünya və axirətim üçün xeyir deyirsə, onu məndən uzaqlaşdır. Bax, həmən o müsəlman qalasında o duanı açıb oxuyursan. Sadəcə bu iş kəlməsinin yerində, yəni nədən ötürü istixarə qılmır, nə işdirsə onun yerində zikr edirsən. Aleykum salam və bərəkatuhu. Muhammed sallallahu aleyhi və səlləm buna müvafiq olan bir hədisi var. Yəni hədislərin bir də qeyd olunur ki, yəni əgər kimsə xata ilə bilməyərəkdən Allahdan başqasını desəsə, la ilahə illallah Muhammedən Rasulullah kəlməsini desin. Yəni bəzi rivayətlərdə bu ləfz gəlib. Yəni əstəğfirullahdan da sonra, yəni la ilahə illallah kəlməsini demək də daha yaxşı olardı. Yəni bunu deyərsə inşallah ki, çünki şuurlu olmayan şəkildə, ixtiyarı olmayan şəkildə bunu deyibsə və sonra da istiğfar və təhlil eləyibsə, inşallah ki, buna görə sorumlu deyil. Çünki ixtiyarı olmadan baş verib. Və aleykum salam və rəhmətullah və bərəkatuhu. Yəni mən bildiyim hədislərə əsasən və elm əhlinin rəylərinə əsasən, yəni Quran-ı Kərimi dinləmək savabdır. Amma hər hərfə 10 savab deyil. Hər hərfə 10 savab onu oxumağa aiddir. Onu oxumağa aiddir. Yəni bu həm hədislər, həm də alimlərin rəylərinə üst-üstə düşür. Amma həmçində cümə günündə əgər insan Kəhf surəsini oxuya bilməyibsə, onu dinləməyi oxumağa əvəz eləmir. Yəni gün çıxandan gün batına qədər, yəni Kəhf surəsini oxumaq olur. Hətta alimlərin rəyinə əsasən
4-cü gün məğribdən sonra və cümə günü məğribə qədər kəhfi oxumaq olar. Yəni çalışın ki, bu gün ərzində, bu vaxt ərzində oxuyasınız. Amma oxumayan insan yəni dinləməklə o Kəhf surəsini oxumuş halda deyil, oxumuş hal kimi sayılır və həmçində elədiyimiz kimi dinləmək savabdır, amma oxumaq kimi hər hərfə on savab deyil. Əgər bu sualda məqsəd odur ki, misal üçün deyək ki, biz evdə 4 nəfərik, misal üçün, ata, ana, oğlu, qızı da və onlar cüməyə qədər və ya cümədən sonra bir vaxt ayırırlar. Yəni 4-də Quran oxumağa oturur və biri Kəhf surəsi misal üçün bir səhifəsini oxuyur, o birisilər onu kitabda izləyir, sonra o oxuyur, o birisi izləyir. İnşallah ki, bəzi alimlər rəyinə görə bu hamısı oxumuş kimi sayılır. Çünki onlar bir səhifə oxusalar da, ancaq onlar gözləri ilə, izləyirlər, sanki dilləri ilə tələffüz eləməsələr, yəni qəlbləri ilə onu oxumuş kimi sayılırlar. Çünki gözlər oxuyur və o sanki dilində də onu tələffüz etmiş kimi olur. Baxmayaraq ki, səsi möhkəm çıxmır. Yəni buna əsasən bu olar. Amma daha yaxşısı, yəni həmçində ixtilafdan çıxmaq üçün, yəni müstəqil olaraq hərənin ayrı-ayrı Kəhf surəsi oxumağı həm sünnəyə uyğundur, həmçində heç bir ixtilafa filana da düşmürsən. Aleykumussalam və rəhmətullahi və bərəkatuhu. Təbii ki, qəlb xəstəliyinin başlıca müalicəsi, yəni Allaha imanı artırmaq, ixlası artırmaq və ixlası artıran dərsləri dinləməkdir. Bundan da savayı səhər axşam zikirlərini eləmək, gündəlik boş vaxtları tapan kimi dərhal Quran oxumaq və bu əməlləri etməklə inşallah ki, o bu kimi riyadır, həsəddir, təkəbbürlükdür, özünü bəyənmək və digər qəlb xəstəlikləri var ki, insan o vəsvəsələri özünə uzaqlaşdırmış olur. Yəni, çünki bu ixlas, iman məsələləri mühüm məsələsidir. Bunlar hamısı imanın zəifliyindən, ixlasın zəifliyindən irəli gələn amillərdir. Ona görə inşallah ki, bax bunlara riayət edin daimən Allahın izni ilə. İnşallah ki, bu qəlb xəstəliklərindən də insan uzaq olur Allahın izni ilə. Başa düşün vəziyyət necədir? Ümumiyyətlə, ailə məsələsi eləncədir ki, yəni əslində qızı oğlana verirlər də, yəni oğlan ailəsinə vermirlər. Misal üçün deyək ki, ola bilər ki, oğlanın anasında problem olsun, oğlanın bacısında problem olsun və ya xalasında problem olsun. Amma oğlanda problem olmasın. Yəni oğlan iman əhli olsun, təqva əhli olsun, əxlaqlı olsun, ailəcanlı olsun, o yetər. Çünki qalan söz-söhbətlər hamısı müvəqqətidir. Yəni bu gün o var, sabahsın başqa söhbət çıxardacaqlar, sonra başqa söhbət çıxardacaqlar. Amma biz ümumilikdə hədisə baxsaq görərik ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem belə demişdi ki, İzə ətəkum mən tardavuna dinəhu və xuluqahu fəzəvvicu. Əgər biri sizin qapınıza gəlirsə, onun dinindən, əxlaqından razınızsa onu evləndirin. Yəni hədisdə deyilmir ki, baxın onun ailəsinə, baxın onun bacısına, baxın onun anasına, baxın onun atasına, baxın onun varına, mülkünə. Yəni hədis deyir, həmən insanın dininə və əxlaqına baxın. Yəni əgər bu qız da kəbin kəstirən qardaş, dini, əxlaqı, imanı yerindədirsə, əlhəmdülillah onun anasının, bacısının ona bir zərər yoxdur. Yox, amma insan həmən kəbin kəstirdiyi kişinin əxlaqı, dini, imanı yerində deyilsə, o başqa məsələ. O zaman bəli, qızın atası, anası məsləhət eləyib, yəni qaytara bilərlər. Çünki yarı yoldan qayıtmaq da bir növ xeyir kimidir. Yəni o baxmaq lazımdır. Yəni yenə deyirəm, baxmaq lazım, məsələn hər yerdədir. Əgər dini, əxlaqı yerindədirsə, anasına, filana baxmaq lazımdır. Yəni ailə haqqında nə deyilə desin. Yox, amma kişinin, oğlan özünün dini, əxlaqı yoxdursa, ya da dini, əxlaqı yerində deyilsə, yəni dini, əxlaqı razı olan tərəfdən, cəhətdən deyilsə, bəli, o zaman yəni bunu ləğv eləmək olar. Oturub ailə, ata, ana məşvərət məsləhət edib, yəni ləğv eləyə bilərlər. Aleykumussalam və rəhmətullahi və bərəkatuhu. Namazda fikrin dağınıq olmağına səbəb
yəni insanın işləridir. Misal üçün alimlər deyir ki, namazda xuşu vacibdir də. Yəni həm hədislərə görə, həm ayəyə görə xuşu vacibdir. Yəni namazda tələb olunan xuşudur, hansı ki, qəbul olan hissəsi də xuşudur. Xuşu ilə olan hissəsidir. Və alimlər bundan ötürü səbəblər zikr ediblər. Yəni səhv eləmirəmsə, Salih Əl-Münəccidin namazda 33 xuşu adında kitab var. Yəni onu oxusaz inşallah yaxşı olar. Bir 15 il, 20 il əvvəl o tərcümə olunub Azərbaycanda. Deməli, əsas orada nədir? Əsas odur ki, insan namaza, yəni namaz girəndən sonra dərhal gedim dəsmalla namaz qılım olmalı deyil. Yəni insan xuşunu əldə eləmək üçün, yəni bəzilərini zikr edirəm mən, xuşunu əldə eləmək üçün deməli namazdan əvvəl dəstəmaz almalıdır. Biraz yəni hüzur içində oturmalıdır. Yəni namazdan qabaq, yəni namaz girməmişdən qabaq yəni bunu eləməlidir. Ondan sonra namaza qədər işlərini bitirməyə çalışmalıdır. Yarımçıq yeməyi varsa, ev eşiyi varsa, paltarı varsa və s. Yəni xülasə, yəni namaza dərhal tezbaza dəstəmaz almaq, gəlib almaq yox. Yəni namazdan əvvəl dəstəmaz almaq, vaxt varsa Quran oxusun, zikr eləsin, istiğfar eləsin və namaz əzan veriləndən sonra onun əzanın zikirləri eləsin, sonra sünnətlərini qılsın, sonra fərzini qılsın, sonra zikirləri eləsin. Həmçində namaza mane olan səbəblər aradan qaldırsın. Yəni nə ki, yarımçıq işləri varsa, çalışsın ki, namaza qədər bunları eləsin, qutarsın. Yəni yarımçıq qoyum, gəlin tez namaz qılım, gəlin davam eləyim, yox. Belə səbəblər də onun fikrini yayındırır. Aleykümselam və rəhmətullahi və bərəkatuhu. Əgər insan müsafirdirsə, zöhrlə əsri, məğriblə işanı qısaldıb birləşdirə bilər. Yox, əgər insan müsafir deyilsə və heç bir üzrü səbəbi yoxdursa, hər namaz öz vaxtında qılır. Zöhrü öz vaxtında, əsri vaxtında, məğribi bir də işanı öz vaxtında. Yəni üzr nə deməkdir? Misal üçün, üzr o deməkdir ki, insan xəstədir. İnsan yataq xəstəsidir, yəni müsafir deyil. Yəni həmən insana icazəlidir ki, zöhrlə əsri birləşdirib, qısaltmadan qılsın. Eləcə də məğriblə işanı qısaltmadan birləşdirib qılsın. Ona icazəlidir, çünki bunun səbəbi var. Bir də var ki, insanın heç bir səbəbi yoxdur, heç bir üzr yoxdur. Həmən insan nəinki əsri, heç bir namazı bir dəqiqədə olsa belə vaxtı girməmiş qıla bilməz. Yəni qıldığı namaz da səhih deyil, yenidən qılmalıdır. Aleykümselam. Ümumiyyətlə əməliyyat olunmuş insan və ya da xəstə olan insan və ya da yataq xəstəsi olan insan namazı gücü çatan qədər qılır. Əgər bacarırsa qiyam ayaq üstə eləyir, sonra rukunu, səcdəni stolda eləyir və bacarmırsa ümumiyyətlə qiyamı da stolda eləyir. Bacarmırsa yerdə otur eləyir. Yəni necə bacarırsa elə də qılır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, bacarırsan ayaq üstə qıl, bacarmırsan otur. Yəni namaz da insanın taqətinə görədir. Yəni rukunu, səcdəni, qiyamı necə bacarırsa, gücü taqətinə çatırsa onu da eləsin. Aleykümselam və rəhmətullahi və bərəkatuhu. Yəni əsl odur ki, Quran oxunan zaman dinləmək lazımdır. Yəni o necə baş verir? Misal üçün, mən özüm Quranı qoyuram, özüm üçün ki, dinləmək üçün, bəli, mən qulaq asıb dinləməliyəm. Bir də var, mənim yanımda başqa insanlar da var, hərəsinin öz işi gücü var. İlla ki, mən Quranı qoyum ki, yox, mən Quranı qoyuram, siz də işinizi atın buna qulaq asın, o olmaz. Yəni sən özün üçün qoyursansa, özün də dinləməlisən. Bir də var, insan təlim edir. Misal üçün, deyək ki, təcvid qaydalarını bilir, oxuyub öyrənib, amma dilini uyğunlaşdıra bilmir. Yəni gözünü alışdıra bilmir. Bu zaman nə edir? Bu zaman düzgün, dəqiq oxuyan, təcvidini oxuyan qarilərin birinin qiraətini götürür. Məsələn, Fatihə surəsi. O Fatihə surəsini oxuya, bu da o ilə yanaşı oxuyur. Burada artıq o dinləmək deyil, bu artıq təlim məkanıdır. O sanki təlim keçir o ilə. O icazəlidir. Bu halda o icazəlidir ki, o ilə bir yerdə oxusun. Aleykümselam və rəhmətullahi və bərəkatuhu. Əgər orada bidətlər olacaqsa, yəni bidət şənlikləri, bidət nə bilim adətləri, bidət nə bilim naşidləri, bidət nə bilim ilahi nə bilim məyləri olacaqsa, ondan sonra getməsə daha yaxşıdır. Elə desin ki, gələ bilmədim, kartına toyun pulunu göndərsin.
Çünki zaten əksər hallarda toya pula görə çağırırlar. Yəni sənin iştirakın orada vacib də olmaya bilər. Əsas odur ki, sənin cibin orada iştirak eləsin. Ona görə özün getməsə də toydan bir gün əvvəl, bir gün sonra elə pulun da göndərsə olar. Çünki bu cür məclislərdə yəni iştirak eləmək, yəni bidət məclislərində iştirak eləmək düzgün deyil. Qardaşım, firqə ilə məzhəb ayrı-ayrı şeydir. Firqə əqidə ilə, etiqadla ayrı olan bir toplumdur. İslam'a nisbət olunsalar da ayrı-ayrı toplum olurlar. Misal üçün, xavaric, cəhmiyələr, murciyələr, maturudilər, əşarilər və ixvanlar və s. Firqə bunlardır ki, bunlara məzəmmət olunan, bəyənilən bir şey deyil. Məzhəb nədir? Məzhəb odur ki, Əhl-i Sünnənin məşhur 4 məzhəbi var. Hansı ki, bütün ümmət onları qəbul edib. O da məzhəb alimləri, onların etiqadları, üsulları eynidir. Sadəcə onların fikri görüşlərdə rəyləri ayrıdır. Bu baxımdan da 4 məzhəb elə bölünüb. Bu məzhəb o deməkdir. Və aleykumussalam və rahmetullah və bərəkatuhu. Əslində oturaraq namaz qılmaq icazəlidir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, sallu qaymən fəlləm təstədi fəcəlisən. Deyir, ayaq üstə qiyamda qıl, bacarmasın otura qıl. Amma otura bacarmaq nə deməkdir? Yəni insanın ağrısı var və s. Yəni tibbi cəhətdən insan əyilib dura bilmir. Bəli, o insan otura onu da bacarması uzana qılır. Amma burada bunlar tələbədirlər, yəni sağlamdırlar. Bunlar sağlamdırlar. İndi mən bilmirəm, bunların dərs vaxtları necə düşür, Amma bunlar səfərdə olduqları üçün, yəni bunu bir qayda kimi onları deyim, bunlar səfərdədirlər. Yəni xaricdə təhsil aldıqları üçün bunlar səfərdədirlər. Bunlar zöhrlə əsri, məğriblə işəni bir-birinə birləşdirə bilərlər. İndi bunlar əgər dərsdə olan vaxtları, əgər zöhrlə əsrə düşürsə və bunlar ya zöhrdə, ya da əsrə bunu birləşdirə bilmirlərsə, yəni dərsdən evə gəlib çata bilmirlərsə, o zaman onlar öz səccədələrini, namaz qılanlarını götürsünlər. Yəni, belə də şey ola bilməz ki, bunlarda bir böyük tənəffüs deyən bir şey olmasın. Bu böyük tənəffüsdə çəkilsinlər, o məktəbdən çıxsınlar, o hansısa bir ağacın zadın yanına gəlsinlər, ikisi də namazlarını qılsınlar orada, qutarıq. Amma onlar belə eləməkləri boyunlarında vacibdir. Belə eləməlidirlər bunlar. Nəinki otur. Çünki onların bacarmırlar deyə bir şey yoxdur. Yəni bunlar ən azından müəllimdən də icazə alıb çıxıb qıla bilərlər. Ona görə onların otura belə səcdəyə getməyib otura qılmaqları xatadır və yanlışdır. Ona görə bunlara deyin, ya birləşdirə bilmirlərsə, zöhrlə əsri, zöhrə və ya da zöhrlə əsrə birləşdirə bilmirlərsə, o zaman dərs arasında ki, tənəffüs olacaq, böyük fəsil olacaq. Çəkilsinlər, universitetdən çıxsınlar bir ağacın dibinə, orada deməli, səccədələrini sərsinlər, namazlarını rahat şəkildə qılsınlar. Aleykumussalam və rahmetullah və bərəkatuhu. Ümumiyyətlə, yəni bu cümlənin forması var da. Əgər insan yəni bunu eləməklə, yəni sanki elə bir ki, Allahım məni niyə belə yarattın, sən məni niyə günah elətdirirsən, niyə belə elətdirsən, niyə eləyirsən? Yəni bu cür yəni etirazla ərz eləyirsə bu dediklərim, bu olmaz. Bu olmaz, bu birbaşa belə deyim də qədərə də qarşı çıxmadır, öz günahlarından üsyan eləməkdir, yəni Allaha üsyan eləməkdir. Bir də var insan belə deyim də, yəni rəzilliklə, zəlilliklə, yəni sanki Allah Subhanahu taalanın istəyir ki, ya Rabbi, yəni mən niyə filan kəs kimi itaətkar deyiləm, mən niyə günahkaram, məni günahdan çəkindir, məni günahlardan uzaqlaşdırır, qəlbimə imanın şirinini datdır. Yəni bu cürlər deyilərsə, inşallah burada problem yoxdur. Ona görə insan baxsın onu deyəndə qəsdi nədir? Əgər etirazdırsa, elədiyi günahlara qarşı Allaha etiraz edirsə, üsyan edirsə də bir şey olmaz. Amma yox, Allah Subhanahu taalandan yəni bu günahlarının bağışlanmasını, yəni salih insanlar kimi olmasın Allahdan istəyirsə, inşallah ki olar. Aleykumussalam və rahmetullah və bərəkatuhu. Hansı halda qəzəb sayılır? Şeyx Hüseyn Rəhməllah qeyd edir ki, əgər insan qəzəbli halda, yəni ağlı öz başından çıxıbsa, yəni məcnun hökmündəsə, yəni dediyin, elədiyin bilmir, yalnız ayılandan sonra onu deyirlər, sən beylədin, o halda deyilən talaq sayılmır. Çünki ağlı özündə olmadığı halda. Amma insan ağlı özündədir. Ailəndə də bilib nə deyib, nə cür deyib, hansı forma deyib. Sadəcə deyir, əsəbləşmişim demişəm. Bax, bu qəzəbli halda deyilən talaq
məqbul talaqdır. Çünki onun ağlı özündən çıxmış hesab olunmur. Aleykum salam və rahmetullah və bərəkatuhu. Ümumiyyətlə, üzükdür, sırğadır, qolbaqdır. Bunlar qadın zinət əşyalarıdır. Yəni, bunun gümüşünü, dəmirini və ya qızılını qadına hədiyyə eləməkdə bir problem yoxdur. Sadəcə, əgər belə deyim də, hədiyyə elədiyi ibadət əhli olmayanlardansa, yəni şəriəti, dini bilməyənlərdənsə, o zaman ona başa salmaq lazım ki, yəni qadın bunu hədiyyə edirəm sənə, amma bu şərtlə ki, çölə, bayıra, naməhrəmlərin içinə taxma. Qoy qeydini bildirsin. Qeydini bildirsin, hədiyyəsini də eləsin, problem yoxdur. Yəni, desin ki, bax, bu hədiyyə bu cürdür, bunu çölə, bayıra taxmaq şəriətin icazəli deyil. Yəni, xahiş edirəm, sən də bunu çölə, bayıra falan yerə taxma. Yəni, nəsihətini eləsin, hədiyyəsini də eləsin, problem yoxdur. Aleykum salam və rahmetullahi və bərəkatuhu. Ümumiyyətlə, sən Allah sözü mənası o deməkdir ki, yəni sən Allah xətrinə. Yəni, sözün mənası bu deməkdir. Bu da əslində ümumilikdə götürsən, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni icazə verməyib buna. Niyə görə? Çünki Allah xətrinə istənilirsə, insan gərək hökmün istəniləni versin. Yəni bu da elə bir andır ki, yəni sən məndən elə şey istəyə bilərsən ki, Allah xətrinə. Mən onu sənə verməyə də bilərəm. Yəni özümün də ona ehtiyacı ola bilər. Amma sən Allah xətrinə dediyinə görə, yəni sən Allah mənası o deməkdir, sən Allah xətrinə. Yəni sən məni çətin vəziyyətdə qoymuş olursan. Ona görə də bu cür istəmək də yəni düzgün deyil. Aleykum salam və rahmetullah və bərəkatuhu. Bildiyim qədər, yəni Duha surəsində, Duha namazında, yəni Fatihədən sonra konkret hansısa bir surənin oxumağı bir dəlil yoxdur. Yəni axtardım, sözünüzü tapa bilmədim. Yəni qarşıma çıxmadı. Yəni bəzi müasir alimlərin bu sualın cavablarını da dinlədim, qulaq asdım. Yəni konkret hansısa bir surənin adını eşitmədim. Əgər kimdəsə bu barədə dəlil varsa ki, hədisə əsasən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm duhada birinci rükətdə Şəms, ikinci rükətdə isə Duha surəsini oxuyubsa, buna dəlil varsa göndərsin, biz də faydalanaq və ona da Allah razı olsun deyək. Belə mənim qarşıma çıxmadı, yəni tapa bilmədim. Mən bu sualı böyük tələbələrdən də soruşdum bizim. Fərman İsayev şeyximizdən soruşdum. Onun özünün də yəni, ixtisası ilə əqidə ixtisasıdır. Deməli, şeyx qeyd elədi ki, yəni, bu etiqad hətta küfürdür belə. Bu, Allahın sifətinin məxluqata təcəlli edilməsi bu, hətta küfürdür. İbn Arabi kimlərinin yəni etiqadıdır. Yəni, bu cür etiqad daşıyan insana qulaq asmaq olmaz, dinləmək olmaz. İnsan belə deyə bilər ki, rəhmət sifətləri və ya qeyri sifətlər, hansı ki, Allah Subhanahu taalanın sifətlərindəndir və o sifətlərdən də məxluqat da, yəni insanlar da sifətlənə bilər. Yəni insan da rəhmli ola bilər, mərhəmətli ola bilər, səxavətli ola bilər. Yəni insan nə qədər çox Allahın sifətləri ilə sifətlənərsə, hansı ki, burada onların ittifaq elədiyi, yəni adlardır. Yəni adlarda ittifaqdır. Amma vəsfi, keyfiyyəti ayrıdır. Başa düşürüz, yəni Allah da rəhimdir, insan da rəhmli ola bilər. Yəni, insan nə qədər çox bu cür sifətlərlə sifətlənərsə, Allah ona bir o qədər yaxın olar. Amma burada Allahın rəhmi ilə insanın rəhmi, bu rəhmətlər ancaq burada adlar eynidir. Amma keyfiyyətlər ayrı-ayrıdır. Yəni, Allaha xas olan formadadır və məxluqata xas olan formadadır. Yəni, bu cür deyə bilər o ki, yəni insan Allahın sifətləri ilə sifətlənə bilər. Yəni, insan da rəhmli ola bilər, səxavətli ola bilər, cömərd ola bilər. Amma deməsi ki, Allahın rəhman sifəti kişilərdə təcəlli olub, rəhim sifəti qadınlarda bu şeyxin dediyi kimi, yəni bu küfr etiqadı İbn Arabi kimlərin etiqadıdır və belə deyən insana da dinləmək olmaz, qulaq asmaq olmaz. Yəni onu tövbəyə sarmaq lazımdır. Aleykum salam və bərəkət. Təbii ki, zəkat yox, ona zəkat deyilmir, ona sədəqə deyilir. Yəni, yeni doğulan uşağın, oğlan uşağının saçını qırxırlar, onun miqdarı qədər gümüşün pulunu sədəqə eləyirlər. Qız uşağında saçı qırxılmır, yəni təxminən bir 3 qram götürsələr bəs eləyir.
Yəni anadan doğulan qız uşağının saçı qırxılmır. Necə Şeyx Hüseyn Rəhməhullah buyurduğu kimi təxmin edilir. O da təxminən qram, yarım, 2 qram, uzağı 3 qram gəlir. Elə 3 qram gümüşün pulu nədirsə, onu da sədəqə eləsinlər. Ona zəkat deyilmir, sədəqə deyilir. Və aleykumussalam və bərəkatuhu. Ümumiyyətlə and içəndə Allah haqqı and içilmir. And içəndə deyirlər ki, vallahi, billahi, tallahi. Amma Allah haqqı and içilmir. Çünki bu sünnədə varid olmayıb və belə andda and içmək düzgün deyil. And içəndə Allah Rasulü bizə söyləyib ki, sallallahu aleyhi ve sellem, vallahi, billahi, tallahi. Yəni bu üçündən birini and içmək lazımdır. Ya da ki, elə üçünə, vallahi, billahi, tallahi. Aleykumussalam və rahmetullah və bərəkatuhu. Təbii ki, heç bir hədislərdə, nə bir sahabilərin əməlində, nə bir tabinlərin dövründə, ümumiyyətlə sələf-i salihdən ölü üçün Quran oxumaq varid olmayıb. Ölü üçün Quran oxumaq varid olmayıb. Yəni bircə hədis var o barədə. İbn Həcər Rəhməhullah həmən hədisi həsən hesab edib. Orada hədisi Allah Rasulü söylüyor ki, sallallahu aleyhi ve sellem, İqra'u ində mevtakumul yasin. Yəni ölünüz can verən anında Yasin oxunur. Bu o deməkdir ki, öləndə yox, ölü can verəndə Yasin oxunur. Bax budur, o da həsən hədisdir. Yəni bu o deməkdir ki, ölən insan can verən ayaqda, can verdiyi ərəfədə Yasin surəsini oxumaq olar. Amma öldükdən sonra isə xeyr. Heç bir səhih bir şey varid olmayıb. Aleykumussalam və bərəkatuhu. Ümumiyyətlə, müsəlman hər kəsin evinə qonaq getmir də. Yəni, müsəlman əgər, ibadət əhli əgər bir insan evinə qonaq gedirsə, deməli onu tanıyır, bilir, əmindir, arxayındır. Təbii ki, sən qonaq çağırılan yerə, əlbəttə getsən, əgər onlar müsəlmansa, təbii ki, qoyduqları yemədən bismillah deyib yeməlisən, təbii ki. İllah ki, biləsən ki, insan müsəlman deyil, yahudidir, nasranidir, bütpərəstdir, məcusidir, nə bilim, deistdir, ateistdir və s. Yəni, qeyri-müsəlman olanda, onda artıq bacarırsan ki, siz qonaq getməyəsən. Elə insan evində sənin nə işin var ki, qonaq gedəsən. Amma yox, müsəlmandır, yəni ibadət eləməsə də, amma müsəlmandır, Allah'ı tanıyır, Peyğəmbəri tanıyır, kitabını tanıyır, özü müsəlman sayırsa, təbii ki, adam gedib ölmüş, itəti, qurdatat alası deyil ki. Təbii ki, normal hamımızın gedib aldığı qəssablardan ət alır. İnşallah ki, evinə gedəndə əlbəttə ki, bismillah deyib yemək olar. Və aleykumussalam və rahmetullah və bərəkatuhu. Təbii ki, bu Allahın yazısıdır, Allahın qədəridir. Allah subhanət hala insan ana bətində olan 4 aylığında onun ruzisini, əcəli, bədbət və də xoşbət olmağını, ömrünün hamısını yazır Allah subhanət hala. Ki, insan necə yaşayacaq, nə cür yaşayacaq. Təbii ki, o, hər şey Allahın hikməti ilə, Allahın elmi ilə, Allahın qüdrətinə bağlı olan bir şeydir. Əlhəmdülillah, kimisi kasıb yaşayır, kimisi varlı yaşayır, kimisi xəstə yaşayır, kimisi sağlam yaşayır. Əsas odur ki, insan Allahın ona verdiyi neməti, ömrü, ibadəti dərk eləsin, düşünsün, layiqincə ibadət eləsin, layiqincə qul olsun. Yəni, hər bir şey insana sınaqdır. Sağlamlıq neməti özü sınaqdır, var dövlət özü bir sınaqdır, kasıbçılıq özü bir sınaqdır. Əsas isə hidayət, İslam neməti hidayətdir. Ən böyük nemət İslam nemətidir ki, əlhəmdülillah, o neməti düşünmək, dərk eləmək, onu layiqincə yerinə yetirmək lazımdır. Təbii ki, cənnətdə də məqamlar eyni deyil. Yəni, hərənin məqamı ayrıdır. Hər öz imanına görə, əməlinə görə, etdiyi salih əməllərə görə cənnətdə məqamı ayrı-ayrıdır. Və aleykumussalam və rahmetullah və bərəkatuhu. Ümumiyyətlə, nə əsrdən əvvəl, nə də məğribdən əvvəl, yəni, ratib sünnə namazı yoxdur. Yəni, ratib namaz yoxdur. Bəzi rivayətlər var əsr namazı barəsində, amma bildiyimiz, yəni İbn Ömər radiyallahu anh'ın hədisindəki 12 rükət ratibə sünnə namazları o barədə nə məğribdən əvvəl, nə də ki, əsrdən əvvəlki sünnə namazları yoxdur. O ki, qalsa ki, sırf məğribə, yəni əzan iqamı arası ki, Peyğəmbər s.ə.v-in hədisi var ki, yəni əzan iqamı arasında 2 rükət namaz var, kim istəsə, bu sırf sünnə namazı demək deyil, yəni bu səbəb namazıdır. Yəni, bu məğribdən əvvəl sünnət deyilmir, ona səbəb namazı deyil ki, hansı ki, bəzi alimlərin rəyinə görə də, yəni bu da məğribdə də bu da istisna kimi olur. Yəni, qılmasan da olur, amma qılsan,
Yəni həmin hədisə düşürsən. Yəni əzan iqamə arasında 2 rükət. Yəni bu istənilən namaza aiddir ki, yəni əzan iqamə arasında 2 rükət namaz var. İstəyəndə qılırsan, yəni istəməsən də qılmırsan. Amma xüsusi olaraq sünnət namazı kimi əsrdən əvvəl və ya da ki, məğribdən əvvəl, yəni ratib sünnə hədislərində, rivayətlərində, yəni bu barədə heç bir rivayət yoxdur. Aleyküm assalam və bərəkatuhu. Ümumiyyətlə su axar olmayan hamamlarda, yəni axar su deyil də, insan ya vannanın içində içmir, ya elə bir yerdə içmir ki, oranın axar suyu yoxdur. Orada yəni bövl eləmək, yəni kiçik tarixdə getmək, yəni məkruhdur, bəyənilmir. Yəni qadağana daha yaxındır. Amma yox, günümüzdə hamamlar hansı ki, kanalizasiya sistemləridir, yəni axan mayi oradan dərhal axıb gedirsə, oralarda yəni kiçik təharət eləmək inşallah ki, bir problem yoxdur. Çünki orada su dayanmır, axır gedir. Aleyküm assalam və bərəkatuhu. Maşallah gün olsun sözün mənası deməkdir ki, yəni hər günün Allah istəyən kimi olsun. Yəni Allah necə istəyirsə o cürdə olsun. Yəni zaten bir problemli bir söz deyil. Yəni çünki insan maşallah deyəndə, yəni sanki bir növ maşallah, yəni gözəl, xoş, Allahın istədiyi kimi mənasındadır. Ona görə maşallah gün olsun, bir problem yoxdur inşallah deməkdə. Aleyküm assalam və bərəkatuhu. Qardaşım, deməli, sən o dini kitablar satılan yerlər var. İstər layihətin qabağında, istər də belə deyim də, Ağabəkir mescidinin qabağında, bir də Qaraçuxurda da var, Mehdabadda da olmalı, səhv eləmirəmsə, cümə günü olur Mehdabadda. Orada kitab satanlardan soruş, Abdurrahmin Muradlının uşaqlar üçün Peyğəmbər qıssaları olmalıdır, səhv etmirəmsə. Yəni uşaqlar üçün Peyğəmbər qıssaları. Yəni elə kitablar ver, qoy oxusunlar. Yəni Peyğəmbərin həyatı, Peyğəmbər qıssaları, yəni belə mövzuda kitablar ver, qoy oxusunlar uşaqlar Allahın izni ilə. Aleyküm assalam və bərəkatuhu. O yeri doğulan uşağın sağ qoluna əzan, sol qoluna iqamə məsələsini İbn Qeym Rəhməullah Əhkamül Mövlid kitabında gətirib. Yəni doğulan uşaqların əhkamları. Amma bildiyim qədər Şeyx Əlbani Rəhməullah onları səhih hesab etməyib. Yəni səhih hesab etməyib. Bəziləri də əzanı mötəbər sayırlar, iqaməni zəif sayırlar. Amma Şeyx Əlbani Rəhməullah bildiyim qədər hər ikisini zəif hesab edir. Aleyküm assalam. Yox, bunun mənası o demək deyil ki, hər ikisindən olma. Yəni bunun mənası odur ki, yəni ya öyrədən ol, ya öyrənən ol. Yəni heç birindən də məhrum olma da. Amma kimsə həm öyrədir, həm öyrənəndənsə, o lap yaxşı. Yəni bu o deməkdir ki, yəni ki, bunların heç birindən olmamaq ən pisidir. Çünki insan həyat boyu nəsə öyrədir, ya müəllim olur, ya da öyrənən olur. Amma insan nə öyrədən, nə də öyrən olmursa, bu geriləyən insan deməkdir. Bu geriləyən insan deməkdir. Yəni ondan olma əsas. Amma kimsə həm bir fənni öyrənirsə, digər fənni isə bilir, onu isə öyrədirsə, bu ən yaxşı, ən gözəlidir. Bu iki xeyri özündə cəm etmiş sayılır. Aleyküm assalam və bərəkatuhu. Əslində bu aldatmaqdır. Yəni bu nigahda haqqı gizlətməkdir. Yəni şəriət ölkəsində, yəni şəriət qanunları olan ölkədə, yəni qız iddia edib, məhkəmə müraciət edib əslində boşanma tələb eləyə bilər. Çünki nigahda saxtakarlıq olub, yəni aldatmaq olub. Vəsf olduğu kimi olmayıb. Yəni qızın haqqıdır ki, bunu belə eləsin. Amma təbii ki, bizdə bu mümkün deyil. Çünki hər bir halda buna pis baxılacaq. Ola da bilər ki, elə qızın özünü ittiham eləsinlər başqa şeylərlə. Ona görə təbii ki, səbirli olub, təmkinli olub, Allaha dua eləməsi və eyni zamanda da o yoldaşına da dini, imanı, namazı başa salması daha yaxşıdır. Qoy dəvət eləsin, yəni boşanmaq filandan söhbət olmasın. Amma qoy dəvət eləsin. Yəni bu qızı aldadıblar, yəni konkret olaraq aldadılıb. Amma boşanmaqdansa, yəni boşanmaq heç vaxt xeyir gətirməz. Amma ən azından dua eləsin, Allahdan səbr istəsin və dəvət eləsin, yoldaşını dəvət eləsin. Təbii ki, bu imtihandır. Hər bir halda bu imtihandır. Ona görə qız qoy dəvət eləsin Allahın izni ilə. Gözəl hikmətlə, gözəl üslublarla dəvət eləsin. İnşallah ki, Allah hidayət edər.
Aleyküm selam tula bərəkət. Yox, şəriətdə belə bir şey yoxdur ki, ana haqlı və ya da haqsız yerə oğlunu boşandırsın, oğlu da ona tabe olsun. Belə bir şey şəriətdə yoxdur. Aleyküm salam tullah bərəkatü. Ümumiyyətlə müsəlman övladların həddi buluğa çatmayan uşaqları dünyadan köçəndə, yəni onlar Allahın izni ilə valideynlərə tabe olaraq Allahın izni ilə cənnətə düşürlər. Yəni təbii ki, övlad hüzüntüsü hamını kədərləndirir. Çünki hüzündür, böyük bir itkidir. Amma elhamdülillah Allahın əmanətidir övlad. Allah istəyəndə verir, istəyəndə də geri götürür. İnsandan bir əmanət verilib geri götürəndə də insan əmanəti necə xoş götürübsə, elənçi də xoş da geri qaytarmalıdır. Və təbii ki, uşağın atanın yuxusuna gəldincə isə inşallah bu atanın gördüyü bu yuxu Allahdan bir yuxu ola bilər. Yəni bu o deməkdir ki, yəni üzülməyin, kədərlənməyin. Elhamdülillah, yəni mən yaxşıyam. Yəni o mənada ki, təbii ki, onlar həddi buluğa çatan uşaqlar, hətta alimlərin bəziləri rəyinə görə qəbir əzabı da görmürlər. Ki onlar qəbir əzabından da uzaq olurlar. Və yanımda bir dostum var deyəndə burada İbrahim əleyhissalam yox. Yəni böyük ehtimalla ya onun dünyada tanıdığı hansısa bir körpə bir uşaq ola bilər və ya da ki sizin ailədən, yəni onun atasının hansısa bir yaxın qohum əqrabasından olan hansısa bir uşaq həddi buluğa çatmamış dünyasını dəyişibsə, onunla da orada görüşə bilər. Yəni bu ehtimal oluna bilər Allahın izniyle. Hər bir halda yuxu xeyirdir. Yəni ana, ata bu uşaq itkisindən ötürü fəryad eləməsinlər, üsyan eləməsinlər, səbirli olsunlar. İnşallah ki, cənnətdə qovuşarlar Allahın izniyle. Aleyküm selam bərəkət. Ümumiyyətlə insan oruclu olanda əgər yuxuda qüslu pozulursa, bu orucu pozmur. Yalnız və yalnız özü bilərəkdən qüslün pozarsa, ya yaxınlıqla və ya da başqa bir şey etməklə, onda onun orucu pozulur. Amma yuxuda qüslü pozularsa, o zaman onun orucu davam edir. O qüslünların orucunu davam edir. Bir də var ki, insan səhər tezdən durub, suhur eləməlidir. Saat 4-dür, namaza yarım saat qalıb. Həmən insan neynəməli? Suhur eləməlidir, qüsl almalı. Təbii ki, indi suhur eləməlidir. Hətta namazın vaxtı girəndən sonra da qüsl alıb namazını qılır. Yəni bu o deməkdir ki, nədir onun adı? İnsanın hətta qüsl ala bilməsə belə su yoxdur, təmim alır. Hətta belə halda belə onun oruç tutmasına mane eləmir. Çünki qüsl orucdan əvvəl olub, ayrıdır. O ondan ayrı bir əməldir, bu baxımdan. Və aleyküm salam və rahmetullah bərəkatuh. Əslində bacı səhv eləyib, o cadudur, tilsimdir, onu götürüb tualetə atıb. Çünki o cür cadudur, sehirdir, tilsimdir. Bunları murdar yerə tullayanda və ya da üstünə murdarsızlıq eləyəndə, hər hansı bir nəcis tulluysan, murdar bir şey tulluysan, o sehirdir, tilsimdir, cadudur, onun gücü daha da artır. O zəifləmir, əksinə artır. Ona görə onu tapan kimi ona ruqiyəli suyun içində onu açmaq lazım idi. Bazı da bilməyib, götürüb bunu tullayıb tualetə, daha da artıb. Ona görə də vəziyyət elə çətinləşib. Allah qorusun, Allah şəfa versin. Amma nə etmək lazımdır? Ruqiyəli suyun içində oxuyub onu təmizləmək lazım idi. Amma o ki qalsa ki, əgər o deməli evlərdə olan kanalizasiya tipli tualetlərə tullayıbsa, o kanalizasiya ilə evin tualetinə deyil, başqa bir nədis olan yerlərə gedib düşüb. Qüvvəsində qalır. Amma yox, kənd tipli tualetlərə tullayıbsa, o elə orada da qalıb. Yəni ona görə bu məsələ biraz ciddi məsələdir. O orada qaldıqca da onun gücü daha da artır, daha da fəsad çoxalır. Bunu müalicə necə eləmək olar? Müalicə odur ki, onu ancaq bir dənə başı çıxan varsa qohumdan, əqrabadan, onu ancaq mütəmadi ruqya oxumaq lazımdır. Yəni gündəlik onun üçün Bəqərə surəsi oxunmalıdır. Ondan sonra ruqiyəli su içməlidir, ruqiyəli suda çinməlidir ki, bu cür müalicəsini bir 10 gün bunları eləsə, inşallah ki, bacı şəfa tapar Allahın izniyle. Aleyküm salam tullah bərəkatuh. Qardaş, bu hədisdə keçən sehirə inanan, tərcüməsini bilmirəm ki, necə tərcümə eləyib. Amma burada məsələ o sehirin mövcudluğuna inanmaq demək deyil. Yəni,
sehirbazın yanına gedib onun dediyini təsdiqləmək deməkdir. Və hətta cadu sehirçinin o yanına getməkdir ki, mənim üçün bunu elə, mənim üçün bunu elə. Bu hədisdə sehr ilə o nəzərdə tutulur. Yoxsa belə sehirin təsir eləməsi, sehirin mövcud olmasına təbii ki, Quran ayəsi var, hədislər var. Necə ona adam inanmaya bilər ki? Sehr var, bəli. Sadəcə bu hədisdə onu təsdiqləmək, sehirbazın dediyi, məsələn, kimisə nəyisə itir, gedir falçın yanına, onun dediyi təsdiqləyir, falçın dediyini təsdiqləyir və yaxud da ki, gedir nəsə cadu elətdirir ki, bilir, inanır ki, mən filan kəs qızı almaq üçün sehirin təsiri olacaq, mən o qızı alacağam, o ilə evlənəcəm. Bax, bu qadağandır. Yəni, buna inanan cənnətə girməz. Hədisdə o nəzərdə tutulur, qardaş.